Salam, hər vaxtınız xeyir əziz üçüncülər, videonu izləyən valideynlər və müəllimlər, hər birinizi xoş gördüm. Bugün sizlərə təqdim edəcəyim izah kəsişən və paralel düz xətlər mövzusu ilə bağlı olacaq. 3-cü sinif riyaziyyat fənnindən ilk mövzu olaraq qeyd olunub bu. Kəsişən və paralel düz xətlər. Gəlin ilk öncə kəsişən və paralel düz xətlər nə deməkdir qısa şəkildə öyrənək. 2-ci sinifdə bunu öyrənmişdik və indi daha möhkəm öyrənək, testlər üzərində tətbiq edək. Bu arada nəzərinizə çatdırım ki, onlayn dərslərimizə qoşulmaq istəyirsinizsə 050 500 47 42 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Dərslər ilk öncə dərslik, daha sonra iş dəftərləri, ondan sonra isə əlavə vəsaitlərdən təşkil olunur. İlk dərsiniz sınaq dərsidir, ondan sonra davam etmək istəyən davam edir, etmək istəməyənlə isə sağollaşırıq. İlk öncə başlayaq. Kəsişən və paralel düz xətlər nə deməkdir? Uşaqlar, onu bilin ki, paralel düz xətlər eyni müstəvidə yerləşir, heç vaxt kəsişmir, aralarındakı məsafə hər yerdə eynidir. Yəni, bu nə deməkdir? Məsəl üçün, siz riyaziyyat dəftərində xətləri görürsünüz, düzdür? Üzrlü sayın. Xətləri görürsünüz, düzdür? Heç vaxt onlar kəsişməyəcək. Çünki onlar eyni məsafədədirlər və dümdüz xətlərdir. Heç vaxt kəsişməyəcəklər. Belə deyək də, məsələn, yol reysləri, pəncərənin qarşıya olan kənarları, məsələn, eni, uzunluğu, heç vaxt onlar, yəni, istədiyin qədər, sonsuza qədər uzatsan, heç vaxt bir-birinə toxunmayacaq. Yəni, sonsuza dək paralel olaraq gedəcək. Bunlarda, belə deyək də, məsəl üçün, əlifbamızın balaca hərfləri ilə işarə olunur. A, B paralel xətləri və bu formada yazılır. Qoy rəngi dəyişim mən, daha yaxşı. Məsələn, A, B bir-birinə paraleldir. Bu formada yazılır. Bu paralel xətləridir. Paralel düz xətlər. Kəsişən düz xətlər isə uşaqlar bir nöqtədə bir-birini kəsir. Kəsişmə nöqtəsi var, müxtəlif bucaqlar əmələ gətirir və onu da deyim ki, kəsişən düz xətlərin yalnız bir kəsişmə nöqtəsi olur. Məsəl üçün, bunu nümunə olaraq deyə bilər ki, qayçı. Məsəl üçün, qayçını açırsan, bu düz xət daha doğrusu kəsişmə əmələ gətirir. Məsəl üçün, yollar var, bir-birini kəsir. Məsəl üçün, bir yol var, bu tərəfə gedir, digər yol bu tərəfə gedir, görürsünüz, kəsişir. Yəni, bir nöqtədə kəsişir. Forması da, yazılışda, məsəl üçün, bu A-dır, bu da B-dir. Bu A-dır, kəsişmə isə bu formada qeyd olunur. Yəni, testlərdə qabağınıza çıxarsa, çaşmayın. Daha sonra isə paralel və kəsişəni dedik. Nəyimiz qaldı? Belə deyək də, müqayisə edək indi bunları. Paralel xətlər, kəsişən xətlər, belə deyək də, paralel xətlər kəsişmir, məsafə sabitdir, eyni istiqamətdədir. Kəsişən xətlər isə kəsişir, bir nöqtədə görüşür, istiqamətləri fərqlidir. Bu formada yadınızda saxlayın. İndi isə gəlin, daha yaxşı öyrənək testlər üzərində. Paralel düz xətləri göstərin. Dedik ki, heç vaxt bir-birinə toxunmur, ona görə də olacaq C variantı. Perpendikulyar düz xətlər. Perpendikulyar düz xətlər düz bucaq altında, belə deyək də, kəsişən düz xətlərdir. Bu formadadır. Bu işarəni harda gördünüzsə, baxın, üstə gəlmə işarəsidir. Bu işarəni harda gördünüzsə, bilin ki, perpendikulyar düz xətlərdir. Və yaxud bu formada da ola bilər. Bu formada da ola bilər. Əgər bu işarəni, bu bucaq işarəsini gördünüzsə, deməli, nədir bu? Perpendikulyar düz xətlərdir. Yəni, düz xət dediyimə görə elə A variantı bizim cavabımızdır. Hansı düz xətlərin kəsişmə nöqtəsi yoxdur? Təbii ki də paralel. Çünki paralellər heç vaxt bir-birinə gördüyünüz kimi toxunmur. Piyada keçidinin xətləri hansı düz xətlərə nümunədir? Təbii ki də paralel düz xətlərə nümunədir. Şəkildəki düz xətlər necə düz xətlərdir? Gözümüzlə gördüyümüz kimi kəsişən düz xətlərdir. Verilmiş düz bucağının hansı tərəfləri paraleldir? Baxırıq. A, D-yə və AB, C, D-yə paraleldir. Əgər BC və AD də yazsaydı, AD, CD. AD və BC yazsaydı paralel olardı, amma bu formada verilməyib, bizə verilib A variantında. Saat 3 tamamdır. Saatın əqrəbləri hansı düz xətlərə nümunədir? 3 tamam bu formada olmuş olur. Bu da nədir? Perpendikulyar düz xətlərdir.
Cavab olacaq C variantı. Şəklə əsasən 8, 9, 10-cu sualları cavablandıraq. 8-ci sualda deyir, hansı küçələr paraleldir? Paralel olanlar dedik ki, heç vaxt kəsişməyən düz xətlərdir. A, C-yə paraleldir. Cavab A variantı. Hansı küçələr kəsişir? Baxırıq, görürük. Kəsişmə olanda A və B kəsişir. Cavab olacaq A variantı. C küçəsinə perpendikulyar olan B küçəsi. Cavabımız olacaq B variantı. Aha, xətlərin növünü yaz deyir, yazaq. Mən sadəcə baş hərflərini yazacağım. Deməli, A-da paraleldir. B-də isə kəsişəndir. Baxın, bu işarə varsa, baxın, bir-birinə oxşayır, düzdür. Amma o işarə mütləq olacaq, olanda da olacaq. Perpendikulyar. Bu da perpendikulyar. Kəsişən, paralel, kəsişən, yenə də kəsişən. Verilmiş fiqurları adlandırın. Biz parça, bucaq, daha doğrusu parça, düz xət, əyri xətləri öyrənmişdik. Deməli, nə demişdik? Sonsuz, hər iki tərəfə sonsuz sayda, sonsuz qədər uzanan xətlərə biz düz xət deyirdik. Hər iki tərəfdən məhdudlaşan düz xətdə isə parça deyirdik. Düzdür? Amma bir tərəfdən məhdudlaşıb, digər tərəfdən sonsuza dək uzana bilən xətlərə isə şua deyirdik. İndi baxın, hər iki tərəfdən məhdudlaşıb AB parçası. Bu deməli parçadır, AB parçası. Bu isə demişdim ki, xətlər əlifbamızın kiçik hərfləri ilə işarə olunur. Bu isə nə olacaq? A düz xətdir. A düz xətdir. Bu isə ABC üçbucağı. ABC üçbucağı. Bucaqların növünü qeyd edin. Biz bunu 2-ci sinifdə artıq öyrənmişik və əzbərləmişik. Bu bizim üçün heç də çətin deyil. A-da kor, iti, düz, kor, iti, düz və yenidən kor bucaq olacaq. Daha sonra baxırıq digərdir. Şərtlərə uyğun düz xətlər çəkin. Yaxşı, şərtlərə uyğun çəkək. A düz xəttinə perpendikulyar B düz xətdir. Bir saniyə. A düz xəttinə perpendikulyar B düz xətdir. A düz xəttinə paralel C düz xətdir. B düz xətti ilə kəsişən D düz xətdir. Bu da D düz xətti olacaq. Aha, ABCD trapeziyasına əsasən verilmiş sualları cavablandırın. Yaxşı, verilmiş sualları cavablandıraq. Bizə deyir perpendikulyar tərəflər. Bunun perpendikulyar tərəfləri. Deməli, BC, yazmıram bir də, burada qeyd edirəm. BC, daha sonra və CD. CD perpendikulyardır, baxın, gördünüz. Daha sonra AD və CD. AD və CD perpendikulyardır. Gördünüz, xətlərin özü də var, işarənin özü də var. Kəsişən tərəfləri isə AB və BC, AB və BC kəsişir. Yəni, getsə, uzansa kəsişəcək. Daha sonra AB və AD. AB və AD kəsişir. Baxın, getsə, kəsişmiş olacaq. Daha sonra CD paraleli istəyir. Təbii ki də paralel AD ilə BC olmuş olacaq. Deməli, 6-da isə bizə deyir ki, fiqurlarda düz, iti və kor bucaqların sayını müəyyən edin. Yaxşı, gəlin müəyyən edin. A-da bizə deyir ki, baxaq, neçə dənə iti bucaq var? Deməli, bir dənə iti bucaq, 2 dənə iti bucaq. Deməli, 2 dənə iti bucaq var. Neçə dənə düz bucaq var? Düz bucaq, bir dənə düz bucaq var. Kor bucaq yoxdur, 0 yazmış olarıq. B-də isə baxırıq neçə dənə iti bucaq var. Deməli, iti bucaq burada yoxdur, 0 yazmış olarıq. Daha sonra düz bucaq, bir dənə düz bucaq var. Daha sonra kor bucaq isə baxırıq 1 dənə, 2 dənə, 3 dənə, 4 dənə. Deməli, 4 dənə kor bucaq olmuş olacaq. C-də isə bizə deyir ki, neçə dənə iti düz kor bucaq var. Deməli, bir dənə iti bucaq var. Bir dənə iti bucaq var, baxın. Neçə dənə düz bucaq var. Bir dənə düz bucaq. 2 dənə düz bucaq olacaq. 2 düz bucaq. Neçə dənə kor bucaq var. Baxın, bu formada da olacaq. Kor bucaq. Bir dənə. Daha sonra baxırıq deyə.
Neçə dənə iti bucaq var? Təbii ki də 1 dənə, bir də 2 dənə. Neçə dənə düz bucaq var? Düz bucaq yoxdur. Kör bucaqdan isə 1 dənə və 1 dənə. Yenə də kör bucaq var. Deməli, bir dənə kör bucaq. Digərini görməm, əgər yoxdursa 1 dənədir. Səhv eləsəm, rəylərdə yaza bilərsiniz. Daha sonra 7-ci sualda isə bizə deyir ki, sualları cavablandır. Hansı küçələr paraleldir? AB paraleldir. AB paraleldir. Hansı küçələr perpendikulyardır? Aha, perpendikulyardır. A və C perpendikulyardır, sözsüz. B və C yenidən perpendikulyardır. 8-də isə bizə deyir, boşluqları doldurun, üzrlü say. A düz xəttini, daha doğrusu A düz xətti nöqtə düz xəttinə perpendikulyardır. A düz xətti hansı düz xəttə perpendikulyardır? Gözümüz də görür ki, B düz xəttinə perpendikulyardır. C düz xətti nöqtə və düz xəttləri ilə kəsişir. C düz xətti hansı nöqtələrdə kəsir? Baxırıq. A, B, M-də. A, baxın, A-da kəsişir, gəlir. B, M-də də kəsişir. B-də də kəsişir. Baxın, burada da B-də kəsişir. M düz xətti hansı düz xəttə paraleldir? M A-ya paraleldir. M düz xətti hansı düz xəttə perpendikulyardır? M-ə perpendikulyar B-dir. B. Daha doğrusu B və C düz xəttlərinin kəsişmə nöqtəsi B, C-də harda kəsişir? Hansı nöqtədə kəsişir? E-də kəsişmiş olur. Uşaqlar, ümidvaram ki, video sizə faydalı oldu. Növbəti günlərdə bucaqları və perimetri falan daha yaxşı öyrənmiş olarıq. Video sizə faydalı oldusa bəyənməyi, dostlarınızla bölüşməyi unutmayın. Bugünlük bu qədər. Hələlik.